Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib. Dövlət başçısı müsahibədə Azərbaycan-Özbəkistan münasibətlərinin tarixi kökləri, cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı mühüm mesajlar verib. İlham Əliyev qeyd edib ki, iki qardaş ölkə arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görülməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə, müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident vurğulayıb ki, Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı daxilində siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat və logistika imkanlarının, təhsil, elm və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafına verdikləri töhfə Türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir. İlham Əliyev müsahibədə Azərbaycanla Özbəkistan arasında münasibətlərin gələcək perspektivlərindən də söz açıb. Prezident qeyd edib ki, əməkdaşlığımız xüsusən də nəqliyyat və logistika sahəsində qarşılıqlı fəaliyyətimiz böyük perspektivlər vəd edir. Dövlət başçısı bəyan edib ki, Çin, Qırğızistan, Özbəkistan dəmir yolu layihəsinin orta dəhliz və trip ilə inteqrasiyası bütün region üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq. Bundan əlavə prezident diqqətə çatdırıb ki, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə 3 dəfədən çox artıb və $795 milyon təşkil edib.